Bakı şəhərinin Xətai rayonunda Cavanşir küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb. Məlumata görə yanğın binanın 3-cü mərtəbəsində baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Operativ müdaxilə nəticəsində alov digər mənzillərə və mərtəbələrə yayılmasının qarşısı alınıb. Yanğın qısa müddət ərzində lokallaşdırılaraq söndürülüb. Hadisə zamanı təhlükəsizlik tədbirləri gücləndirilib. Fövqəladə Hallar Nazirliyi əməkdaşları bina sakinlərini təxliyə edərək onların təhlükəsiz əraziyə çıxarılmasını təmin ediblər. Lakin məlumata əsasən xəsarət alanlarla bağlı hər hansı rəsmi açıqlama verilməyib. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır. Qeyd edək ki, son illər yaşayış binalarında baş verən yanğın hadisələri bir daha təhlükəsizlik qaydalarına ciddi əməl olunmasının vacibliyini gündəmə gətirir. Xüsusilə köhnə tikililərdə elektrik xətlərinin nasazlığı, qaz sızmaları və məişət avadanlıqlarının düzgün istifadə edilməməsi risk faktorları sırasında yer alır. Sevindirici haldır ki, bu hadisə yanğının genişlənməsinin qarşısını vaxtında alınıb və sakinlər təhlükəsiz şəkildə təxliyə olunub. Lakin bu cür hadisələr göstərir ki, profilaktik tədbirlərin gücləndirilməsi, binalarda mütəmadi texniki baxışların aparılması və sakinlərin yanğın təhlükəsizliyi qaydaları barədə maarifləndirilməsi olduqca vacibdir. Təhlükəsizlik hər birimizin məsuliyyətidir.